Salam xanımlar, kanalımıza və yeni videomuza xoş gəldiniz. Bugün sizinlə dadlı və asan hazırlanan ləvəngi ruletinin reseptini bölüşürəm. İndi isə keçək hazırlanma qaydasına. Öncəliklə toyuq filesini doğrayıcıdan keçirdirik. Əgər istəsəniz ət çəkən maşından da keçirdə bilərsiniz. Ərzaqların miqdarını açıqlama bölməsində qeyd edəcəm, oradan rahatlıqla oxuya bilərsiniz. Çəkdiyimiz ətin üzərinə zövqə görə duz və 1 çay qaşığı bitki yağı əlavə edib yaxşı-yaxşı yoğururuq. Ləvəngi içimizi hazırlayana kimi yoğurduğumuz əti kənarda gözlədirik. Ləvəngi içliyi üçün soyub doğradığımız qırmızı soğanları doğrayıcıdan keçirdib suyunu sıxıb bir qaba əlavə edirik. Çəkdiyimiz soğanın üzərinə qoz ləpəsini də doğrayıcıdan keçirdib əlavə edirik və üzərinə zövqə görə duz, istiyot və yoğurmaq üçün göz qərarı biraz su əlavə edib 2 xörək qaşığı da turşu əlavə edirik. Alça, cavalı, zoğal turşusu əlavə edə bilərsiniz. Evdə hansı varsa ondan istifadə edərək içliyi hazırlaya bilərsiniz. Və artıq içliyimiz hazırdır. İndi isə keçək ruletimizin hazırlanma qaydasına. Gördüyünüz kimi bu formada streci götürüb mətbəx dəzgahının üzərinə səririk. Üzərinə isə hazırladığımız əti əlavə edib bərabər olacaq formada əlimizdə forma veririk. Əti bu formada hazırladıktan sonra içliyimizi üzərinə əlavə edərək streçlə rulet formasına gətiririk. Daha sonra streçin kənarlarını da yaxşı-yaxşı bağlayırıq ki, ruletimiz açılmasın. Daha sonra artıq streci çıxardırıq və soba qabına və ya varsa airfryer qabına əlavə edərək üzərinə fırça vasitəsilə turşu çəkirik. Daha sonra üzəri qızarana qədər bişiririk. Həqiqətən çox asan hazırlanan, görünüşü maraqlı, dadı isə çox dadlı olan bir qəlyanaltı alınır. Hazırlayan hər kəsə nuş olsun. Yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hələlik!